Ev heyvanları sahiblərinin ömrünü uzadır. Pişik və it sahibləri digər insanlara nisbətən daha çox yavaş qocalır. Bu barədə araşdırma Cenevra Universitetinin tədqiqatçıları tərəfindən Scientific Report jurnalında dərc edilib. Alimlər 18 il ərzində Avropalılar arasında araşdırma aparıb və 50 yaşdan yuxarı insanlarda demansın inkişafı ilə ev heyvanlarının olması arasında korreksiyasını izləyiblər. Alimlər 18 il ərzində Avropalılar arasında araşdırma aparıb və 50 yaşdan yuxarı insanlarda demansın inkişafı ilə ev heyvanlarının olması arasında korrelyasiyasını izləyib. Tədqiqat qrupuna psixoloq Adriana Rastikova rəhbərlik edib. İt sahiblərinin daha yaxşı yaddaşa malik olduğu, yaşlı pişik sahiblərinin isə nitq səlisliyini daha uzun müddət saxladığı qeyd edilir. Eyni zamanda balıq və quş sahibləri bu baxımdan ümumiyyətlə ev heyvanı olmayan qocalardan cüzi dərəcədə fərqlənib. Alimlər bu cür fərqləri it və pişik sahibləri və onların ev heyvanları arasında uzun müddətli emosional əlaqənin olması ilə əlaqələndirib.